günün aktual məsələlərini müzakirə edirik. Studiyamızın qonağı Milli Məclisin deputatı Kamran Bayramovdur. Kamran müəllim, xoş gəldiniz. Xoş gördük. Kamran müəllim, Prezident İlham Əliyev Almaniyada səfərdədir. İstəyirəm bu səfər çərçivəsində Azərbaycan-Almaniya münasibətlərini şərh edəsiniz. Ümumilikdə Azərbaycan və Almaniya arasında tarixən münasibətlər normal, bərabər hüquqlu və qarşılıqlı fayda kəsb edən formasında qurulmuşdur. Məlum olduğu kimi 1992-ci ildən diplomatik münasibətlər oldu, amma bu münasibətlərdə dönüş nöqtəsi məhz Ulu Öndər İlham Əliyevin Almaniyada səfəri tarixindən 1996-cı ildə etibarən başladı, dönüş nöqtəsinə çevrildi və bu gün bir təsadüfdürmü, ya bir talihimi, düz 30 il sonra Yeni yıllarında, yeni təxmin. ki, biz 30 ildən sonra Möhtərəm Cənab Prezident Almaniya rəsmi səfərdədir, amma artıq müəyyən bir fərq də var. Əgər o zaman Azərbaycan yeni müstəqillik qazanmış gənc bir dövlət idisə, artıq bugün Azərbaycan dünyada öz sözünü deyə bilən, etibarlı tərəfdaş kimi çıxış edən, qlobal təşəbbüslərin müəllifi olan, eyni zamanda həm Cənubi Qafqaz, eyni zamanda bütövlükdə Avrasiya regionunda aparıcı dövlətlər, aparıcı oyunçu sayılan bir dövlət kimi çıxış edir və bu da təbiidir ki, Almaniya Federasiya Respublikası bugün Cənubi Qafqazda məhz Azərbaycanı seçir, ki, bu strateji tərəfdaşlıq əlaqələri üçün, sərmayələrin cəlb olunması üçün, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu, Azərbaycanın əhəmiyyətini göstərməklə, yəni ki, bu münasibətlər bugün də inkişaf edir və ümumiyyətlə son dövrlərdə Almaniyanın diqqəti və marağı Azərbaycana ancaq artır. Bilirsiniz ki, 2024-cü ildə Almaniyanın prezidenti Steinmeier Azərbaycana səfər olmuşdur və bu səfərdə Almaniyanın Azərbaycana marağını təsdiqlədi və ondan sonra da eyni zamanda Cənab Prezidentin də Almaniyaya dəfələrlə etdiyi səfərlər, eyni zamanda mümkün təhlükəsizlik konferanslarında iştirakı və alovlu çıxışları, bundan sonra da elə ötən ilin sonunda deməli Almaniya kansleri Friedrich Merzin Cənab Prezidentə zəng etməsi və rəsmi səfərə dəvət etməsi də məhz Almaniyanın bugün Azərbaycana göstərdiyi diqqətdən xəbər verir və eyni zamanda Azərbaycanın regionda və dünyada artan rolunun bir əyani təzahürüdür. Almaniya güclü dövlətdir, Avropanın iqtisadiyyat baxımından lokomotiv dövlətidir. Həm siyasi, həm iqtisadi baxımdan. Bu nə verəcək bizim üçün o münasibətlərin inkişafı? Mən səfər çərçivəsində 2 sənəd də imzalandı. İstəyirəm o kontekstdə bu birgə bəyannamə imzalanmasın. Əslində, ümumiyyətlə biz Almaniyanın marağından danışanda, Almaniyanın Azərbaycanla münasibətlərindən danışanda biz eyni zamanda Almaniyanın təmsilçisi olduğu Avropa İttifaqından danışmalıyıq. Siz tamamilə düzgün qeyd etdiniz ki, Almaniya bugün Avropa İttifaqının ən aparıcı dövlətidir, ən güclü iqtisadiyyatıdır və eyni zamanda iqtisadi müstəvidən başqa artıq bugün Almaniya lider siyasi mövqelərə çıxmaqdadır. Çünki tarixən Fransa bu rolu yerinə yetirirdi, amma yenə də burada daha çox Almaniyanın gücü deyil, daha çox Fransanın zəifliyi ucbatından baş vermişdi və bugün Almaniya artıq Avropa İttifaqının həm deməli siyasi, həm iqtisadi lideri olmaqla Azərbaycanla bu cür münasibət bəsləyir. Azərbaycana sərmayələr yatırmağa yəni ki, hazır olduğunu bildirir. Eyni zamanda Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün yaradıcısı kimi qələmə verir Azərbaycanı və bunu da elə bu mətbuat üçün konferansda da qeyd olundu. Siz sənədlərə toxundunuz. Bəli, bu səfərin ən əlamətdar hadisələrindən biri də məhz həmin səfər çərçivəsində sənədlərin imzalanmasıdır. Çox fundamental bir, geniş əhatəli bir sənədlərdir. Biri ikitərəfli tərəfdaşlıq üçün strateji gündəlik haqqında birgə bəyannamədir və digəri isə iki ölkə arasında biznes şurasının yaradılması və fəaliyyəti barədə birgə bəyannamədir və hər iki birgə bəyannamə məhz hər iki ölkənin gələcəkdə hansı sahələrdə münasibətlərin genişləndirilməsi və dərinləşməsi niyyətindən xəbər verir və ümumiyyətlə əgər biz birinci birgə bəyannaməni qeyd etsək, strateji gündəliklə bağlı çox əhatəli, orada bir çox sahələr göstərilib, orada həm
siyasi və diplomatik Bəli. əməkdaşlığı da, iqtisadi və ticarət əməkdaşlığı da, müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətdir. Eyni zamanda mədəniyyət, dil, mülki mübadilələr və elm, texnologiya və innovasiyalar Geniş sahələri kifayət əhatə olunub. Bu da bir göstəricidir ki, artıq Azərbaycan da bu əməkdaşlıqdan, bu münasibətlərin bu cür inkişafından faydalanacaqdır. Çünki bilirsiniz ki, bugün Azərbaycan daha çox bütün demək olar ki, ictimai həyatın bütün sahələrində rəqəmsal idarə etmənin, rəqəmsal inkişafın təbliği ilə, təşviqatı ilə, təşviqi ilə məşğuldur. Bilirsiniz ki, ölkəmizdə də rəqəmsal inkişaf şurası yaradılmışdır, hətta onun bir ilk iclası da keçirilmişdir. Bununla yanaşı bizim dövlət idarə etməsində süni intellektin tətbiqi artıq bir gündəmdir və belə də prioritetlərin birinə çevrilibdir və bu baxımdan da texnoloji baxımdan inkişaf etmiş Almaniyanın təcrübəsi, mütəxəssislərin xidmətləri, eyni zamanda avadanlıqları, belə deyək də, proqram təminatı təbii ki, Azərbaycan üçün olduqca maraqlıdır. Onu da nəzərə alsaq ki, bugün Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı təmir, bərpa, tikinti, yenidən qurma işlərini həyata keçirir və bu işlər zamanı müasir texnologiyalardan istifadə edir. Almaniyanın yəni ki, təcrübəsi Azərbaycan üçün olduqca vacibdir. Çünki bu cür qabaqcıl təcrübə, Almaniya qabaqcıl təcrübəsi bir çox ölkələrdə tətbiq olunur və öz faydasını, xeyrini verməkdədir. Digər sənəd, yəni ki, Biznes Şuranın yaradılması və fəaliyyəti ilə bağlı birgə bəyannamə, o da bir göstəricidir ki, artıq Almaniya Cənubi Qafqaz regionunda, xüsusilə də Azərbaycana sərmayələr yatırmaq, eyni zamanda hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı institutlaşdırmaq niyyətindədir. Və bilirsiniz, yaxşı bir sual olunur ki, niyə bu cür şura bax bu 96-cı ildən etibarən keçən bugünə qədər olan müddətdə yaradılmamışdır. Yaxşı bir sualdır, amma ona da cavab var ki, bu müddət ərzində, 30 ilə yaxın müddət ərzində bizim torpaqlarımız işğal altındaydı. Yəni ki, bizim regionumuzda, Cənubi Qafqaz regionunda münaqişə mövcud idi, müəyyən risklər var idi investorlar üçün və bu səbəbdən də investorlar bu riskləri qarşılamağa belə bir imkanları da yox idi. Çünki indi ölkələr arasında müəyyən qarşıdurma var idi, hərbi əməliyyatlar var idi, atışmalar var idi və təbii ki, istənilən iş adamı bu regiona hər hansı bir vəsaiti yatırmaq, sərmayəni cəlb etmək riskli olduğunu anlayırdı. Amma bugün Azərbaycanın hesabına Cənubi Qafqaz regionunda demək olar ki, sülh tam da olmasa bir addımlığındayıq. Yəni ki, Azərbaycan bugün Azərbaycanın səyləri nəticəsində, möhtərəm cənab prezidentin də belə deyək də, şəxsi əməyi, səyləri, cəhdləri nəticəsində artıq biz sülhə çox yaxınıq və regionumuz sabit, təhlükəsiz və eyni zamanda sülh şəraitini yaşayan bir regiona çevrilə bilər və bu da təbii ki, sülh olan yerdə əmin-amanlıq, sabitlik və təhlükəsizlik olan yerdə təbii ki, iqtisadi fəallıq da artır və xarici investorların diqqəti yaranır və onların sərmayələri də cəlb olunur. Və bu baxımdan da məhz bu birgə bəyannamənin də imzalanması, bu da o deməkdir ki, artıq Almaniya burada müəyyən belə deyək də, iri miqyaslı layihələrin reallaşmasında, öz biznes dairələrinin Azərbaycana, ümumiyyətlə regiona və xüsusilə də Azərbaycana sərmayələrin yatırılmasında heç bir risk artıq görmür. Və bu baxımdan da mən düşünürəm ki, nəinki Almaniya, digər dövlətlər də Almaniyanın yolunu getməklə, Almaniyanın təcrübəsini nəzərdən keçirməkdə burada müəyyən fəaliyyət də göstərəcəklər, layihələr də reallaşdıracaqlar və əslində bu ilk belə bir təcrübədir Avropa dövlətləri sırasında. Mən düşünürəm ki, Almaniyanın Avropa məkanında belə nümunəvi bir iqtisadi baxımdan güclü bir dövlət olduğunu nəzərə alaraq mən düşünürəm ki, onun dalınca da, onun ardınca da digər dövlətlər də gələcək, Azərbaycanın qapısını döyəcək, Azərbaycanda biznes sahəsində kənd təsərrüfatı, enerji, yaşıl enerji, eyni zamanda memarlıq və digər sahələrdə iri layihələrin reallaşdırılmasına və həyata keçirilməsinə
həyata keçirilməsində maraqlı olacaqlar və bu da yaxşı bir haldır. Təbii ki, Azərbaycan iqtisadiyyatı üçün, Azərbaycan xalqının rifahının artırılması üçün və sosial vəziyyətin yaxşılaşdırılması üçün mən düşünürəm ki, bu çox yaxşı bir fürsətdir və Azərbaycan da bu fürsətdən məharətlə istifadə edəcəkdir. Bu həm də Azərbaycanın regionda yaratdığı yeni reallığın qəbul olunmasıdır. Siz o sənədlərə toxundunuz, sənədlərin detallarına toxundunuz. Həm hər iki sənədə keçirilən görüşə baxandan sonra deyə bilərsinizmi ki, Almaniya-Azərbaycan münasibətlərində yeni mərhələ başlayır bundan sonra? Təbii biz artıq bu gün bu strateji tərəfdə səviyyə keçir. Bir mərhələni keçib yeni mərhələyə keçir. Biz deyə bilərik ki, artıq biz strateji müttəfiq vəziyyətindəyik Almaniya ilə. Çünki Almaniya bu gün ümumiyyətlə Azərbaycanın ən iri ticarət tərəfdaşıdır. Almaniyanın 200-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Ən azından bizim tarixi, yəni ki, əməkdaşlığımızın, münasibətlərimizin, əlaqələrimizin tarixi kökləri var. Bilirsiniz ki, 19-cu əsrin əvvəllərində buraya almanlar, alman ailələri köçürülmüşdür və artıq bilirsiniz, mən bu məsələdə kifayət qədər məlumatlıyam ona görə ki, mən də 3 dönəm Milli Məclisin deputatı olarkən mən həmin Alman irsinin mövcud olduğu həm Şəmkir rayonundan deputat olmuşam, indi də Göllü rayonundan deputatam. Yəni ki, orada necə bizim dövlətimiz bu Alman irsinin qorunması ilə bağlı nə qədər böyük deməli tədbirlər görübdür. Eyni zamanda orada həm yaşayış binalarının, küçələrinin, yaratdığı güşələrin, kilsələrin qorunub saxlanması üçün və təbliğ olunması üçün, yəni ki, onların mövcudluğunun təbliğ olunması istiqamətində Azərbaycan dövləti, Azərbaycan hökuməti tərəfindən çox böyük işlər görmüşdür. Ya da bu da Almaniyaya, Almaniyanın tarixinə, Almaniyanın mədəniyyətinə, Almanların əl əməyinə olan bir diqqətdir və mən düşünürəm ki, bu da yaxşı bir göstəricidir. Amma eyni zamanda biz artıq, siz tamamilə doğru bildirdiniz ki, artıq biz keyfiyyətcə yeni bir mərhələyə qalxırıq. Çünki bugün Azərbaycan Almaniya üçün sadəcə bir, belə deyək də, enerji tədarükçüsü deyil. Bugün Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı ən etibarlı tərəfdaşıdır. Çünki bugün əgər biz müqayisə etsək Cənubi Qafqazın 3 respublikaları arasında, biz görək ki, Almaniyanın məhz Azərbaycana olan diqqəti, Azərbaycanla əməkdaşlıq əzmi, münasibətlərin səviyyəsi tam fərqli bir səviyyədədir və bu səviyyə ildən-ilə artır, qarşılıqlı səfərlər həyata keçirilir, siyasi dialoq genişlənir, iqtisadi əlaqələr gücləndirilir, eyni zamanda xalqlarımız arasında kifayət qədər sıx əlaqələr yaradılaraq inkişaf edir. Parlament səviyyəsində çox gözəl qarşılıqlı fəaliyyətimiz var və biz tamamilə, tam əminliklə deyə bilərik ki, həqiqətən də Almaniya ilə bütün səviyyələrdə Azərbaycanla münasibətlər ən yüksək səviyyədədir və bu gün də biz bu münasibətlərin artıq bir zirvəsində yaşayırıq, zirvəsini keçirik və bu imzalanmış sənədlərdə cənab prezidentin bax bu cür belə deyək də, hərarətli qarşılanması, qəbulu, bəyanatları, Azərbaycanın rolunun qeyd olunması, xüsusilə də sülh prosesində rolunun qeyd edilməsi bu deməkdir ki, Almaniya bugün Azərbaycanı məhz özünün bir tərəfdaşı kimi, müttəfiqi kimi qəbul edir. Və nəzərə alsaq ki, Azərbaycan hər zaman bütün öhdəliklərinə çox böyük vicdanla yanaşırdısa, bizim heç bir şübhəmiz yoxdur ki, bu münasibətlərdə Azərbaycana göstərilən bax bu diqqət, Azərbaycan onu doğrulda biləcək. Çünki Azərbaycan vicdanlı bir tərəfdaşdır, Azərbaycan etibarlı bir tərəfdaşdır və hətta mən xüsusilə də onu da qeyd edim ki, elə Almaniya timsalını ilə Avropa İttifaqını da təmsil edir Almaniya, amma çox təəssüf ki, müəyyən dövrlərdə Avropa İttifaqı daxilində bilirsiniz ki, müəyyən bir belə deyək də, qıcıqlanma var idi Azərbaycana qarşı. Azərbaycana qarşı müxtəlif çirkin kampaniyalar həyata keçirilirdi. Bu, mən Avropa İttifaqının çərçivəsində, yəni ki, Avropa İttifaqının qurumlarında təmsil olunan və rəhbərlik etmiş şəxslərdən söhbət gedir. Bura biz təbii ki, deməli, Josep Borrelli mütləq qeyd etməliyik. Burada biz Frank Schwabeni biz mütləq qeyd etməliyik. Bax, bu cür insanlar Avropa İttifaqı ilə gözəl şəkildə, formada qurulmuş və inkişaf edən münasibətlərə kölgə salan şəxslər var idi,
indi də var, sabah da olacaq. Yəni ki, bunu istisna etmək olmur. Amma Azərbaycan üçün, yəni ki, həmin şəxslərin təzyiqimi deyim, tənqidimi deyim, yəni ki, Azərbaycan üçün heç bir təsiri yoxdur. Çünki Azərbaycan artıq öz haqq yolunu tutub, Avropa İttifaqı ilə öz münasibətlərini genişləndirir. Nəinki həm Avropa İttifaqı ilə, eyni zamanda Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli formatda o münasibətləri davam etdirir və eyni zamanda Azərbaycan Avropadan fərqli olaraq Azərbaycan heç vaxt diktə, ultimatum dili ilə danışmır. Baxmayaraq ki, Azərbaycan bugün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Heç vaxt bax bu məsələni müəyyən fikir ayrılığımı, qarşıdurmalar zamanı bu məsələni heç vaxt qabartmayıb. Yəni ki, Azərbaycan öhdəliyi öz üzərinə götürür, o öhdəliyi heç nədən asılı olmayaraq, heç bir hadisələrdən asılı olmayaraq öz öhdəliklərini vicdanla həmişə icra edir və sabah da gələcəkdə də icra edəcək. Ona görə də mən düşünürəm ki, bax bu səfər məhz Azərbaycan, Almaniya və eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bugünkü göstəricisidir. Son olaraq bu cənab prezident mətbuata bəyanatda bağlantılar tranzit imkanlarına toxundu. İstədim bu məsələ ilə bağlı fikirləri bildirəsiniz. Ümumiyyətlə, bugün siz bilirsiniz ki, dünyada bir çox müharibələr, münaqişələr baş verir, elə Rusiya-Ukrayna müharibəsi, eyni zamanda yaxın şərqdəki olan qeyri-sabit vəziyyət, İran ətrafında olan məsələlər, təbii ki, bütün bunlar dünyanın, belə deyək də, həm enerji, həm nəqliyyat, həm logistika xəritələrinin, həm daşıma xəritələrinin dəyişməsinə gətirib çıxarır və bu da qaçılmazdır. Bugün artıq Avropa müəyyən bir böhranla üzləşib, çünki Avropadan tədarük edilən malların hansı yolla digər dövlətlərə çatdırılması, eyni zamanda Avrasiya məkanından, yəni ki, Asiya məkanından, Asiya regionundan Avropaya malların hansı yolla, hansı üsullarla tədarük edilməsi məsələləri artıq bugün gündəm olub və bu baxımdan da təbii ki, Azərbaycan Avropa üçün kifayət qədər, belə deyək, həm sərfəli, həm belə deyək də, münasib bir tərəfdaşa çevrilir. Çünki bugün bilirsiniz ki, Azərbaycan müxtəlif layihələrin reallaşdırılmasında bir müəllif kimi, bir katalizator kimi çıxış edir. Bilirsiniz ki, buraya həm Cənub Qaz Dəhlizi aiddir, bura Orta Dəhliz aiddir və bax bu məsələlər təbii ki, Azərbaycanı Avropanın gözündə, Avropa İttifaqının qarşısında kifayət qədər belə də nüfuzunu da artırır və Azərbaycandan da bax bu cürdə pis çıxmasını istifadə etmək, Azərbaycanla bax bu sayədə münasibətlər qurmağa üstünlük verir Avropa və bu da təbiidir. Çünki Azərbaycan artıq regionun, Avrasiya regionunun bütün dövlətləri ilə kifayət qədər işgüzar, həm siyasi, həm iqtisadi işgüzar münasibətlər qurur, müxtəlif layihələr həyata keçirirlər, elə regionumuzun daxilində də. Eyni zamanda burada xüsusi təbii ki, Mərkəzi Asiya dövlətləri ilə yaranmış münasibətlər, həyata keçirilən qarşılıqlı səfərlər çox böyük əhəmiyyət kəsb edir və bugün də artıq Azərbaycan biz əminliklə deyə bilərik ki, Avropa ilə Mərkəzi Asiya dövlətləri arasında sanki bir körpüyə çevrilib və bu körpü, belə deyək də, çox samballı, çox, belə deyək, möhkəm əsasları üzərində qurulub və mən düşünürəm ki, həm Avropa dövlətləri, eyni zamanda Mərkəzi Asiya dövlətləri bax bu körpüdən düzgün və səmərəli istifadə edəcəklər və təbii ki, Azərbaycan üçün də bu olduqca, belə deyək də, münasib bir layihələrdir, Azərbaycanın milli maraqlarına xidmət edən bir layihələrdir, bir vəziyyətdir və mən düşünürəm ki, bundan sonra da Azərbaycan bax, həm Avropa ilə Mərkəzi Asiya arasında, eyni zamanda daha geniş coğrafiyada, buraya Çin də aid ola bilər. Yəni ki, bu məsələlərdə Azərbaycan öz fəallığını daha da artıracaq, göstərəcəkdir və nə qədər etibarlı və düzgün, öz öhdəliklərinə vicdanla yanaşan bir dövlət olduğunu bir daha göstərəcək. Maraqlı sözlər üçün təşəkkür edirik. Siz sağ olun. Sağ olun, 2 saylı izləməyə davam edin.